Biz bilmirik nə qədər yaşayacaq, düzdür? Bu yandan da Allahın vədi var. Hər bir nəfs ölümü dadacaqdır. Ola bilsin ki, mən Amid olaraq Əhməd, Muhammed 5 il yaşayaram, 3 il yaşayaram, Allah faydalı itaat üzərində ömür versin. Sabahlar bəs mən bu dünyadan köçüb gedəndən sonra arxamıza qoyub getdiyim evlatlar, onlar ibadət eləməyəndə nə cür olacaq? Allah Teala soruşmayacaqmı ki, sənə evlatlar bəxş etmişdi? Sənə kör uşaqlardan fərqli olaraq sizə gözləri görən uşaq vermişdi. Karlardan fərqli olaraq sənə eşidən uşaq vermişdi. Şikəstlərdən fərqli olaraq sənə yeriyən uşaq vermişdi. Sən bunlar niyə görə mənə ibadət etməyi, hansı ki bilirdin, mənə ibadət niyə görə çağırmadın? Biz Allah'a nə cavab verəcəyik? Ona görə tək biz bu dünyanı fikirləşməyəcəyik. Biz nədir? Ahirətdə fikirləşəcəyik. Ömər bin Abdülaziz rahimehullah dünyasını dəyişəndə Ömər bin Abdülazizin evlatları çox idi. Cəmaət gəlir, belə deyək də ölüm ayağında. Deyirlər ki, sən çoxlu evlat tərk edib gedirsən ardınca. Bəs onlar üçün nə qoyub gedirsən? Miras olaraq. Ömər bin Abdülaziz Nisa surəsində bir ayə var, unuttum. O ayəni oxuyur. Ayənin məğzi olaraq yadında qalıb ki, sanki onlara Allahın təqvasını qoyub gedirəm. Allahın təqvasını qoyub gedirəm. Yəni onlara Allah qorxusunu öyrətmişəm. Yəni kimsə ardınca zürriyyət qoyub gedərsə, onlara nə deyir? Yadıma düşdü elhamdülillah. Təqvanı və bir də nə deyir? Sadiqliyi öyrətsin. Hətta tarixçilər deyirlər ki, Ömər bin Xattabın radiyallahu anh evladları döyüşlərdə yüzlərlə, dəvələrlə, atlarla girirlər döyüşə, subhanallah. Fikirirsiniz? Necə imkanlı oldular. Sonra Allah onları necə varlandırdı. Yüzlərlə, dəvələrlə, atlarla döyüşlərə girib, qatılırdılar. Radiyallahu anh. Niyə görə? Nə qoyub getmişdi Mirzə qardaş? Təqvanı qoyub getmişdi. Ona görə biz evladlarımıza təqvalı olmağı öyrətməliyik. Allah'a ibadət etməyi öyrətməliyik. Yəni bu bizim yaradılış qayəmiz, bu bizim içərimizdən gəlməlidir. Yəni bu məsələlər bizim qəlblərimizi narahat etməlidir və qəlblərimizi parçalamalıdır. Əgər qəlblərdə ataların, anaların narahatçılıq yoxdursa, Allah qorusun. Bu hal yaxşı hal deyil. Allahdan dilərəm ki, Allah Teala evlatlarımızı, bütün müsəlmanların evlatlarını qorusun, salihlərdən etsin. Allah Teala bizim günahlarımızı bağışlasın.